Укажите весенний месяц. Yaz ayını göstərin. Tapşırıqda verilmiş şəkillərdə üçüncü variantda yaz ayı təsvir olunub. Yəni, may ayı yaz ayıdır. Doğru variant A. В какое время года bывает очень жарко? İlin hansı fəslində çox isti olur? Bilirik ki, ilin yay fəslində çox isti olur, yəni летом. Doğru variant C. Кто помог кошке в сказке Репка? Turp nağılında pişiyə kim kömək elədi? Turp nağılını yadımıza salsaq, xatırlayarıq ki, pişiyə kömək eləyən siçan oldu. Yəni, mышка. Doğru variant B. Кто обманул Колобка в сказке Колобок? Qoğal nağılında qoğalı kim aldatdı? Qoğal nağılını xatırlayaq və nağılın sonunda qoğalı aldadan heyvan tülkü oldu. Doğru variant C. Lisa. Весна бывает, yaz olur. Variantlara baxaq. Жаркая, isti, теплая, mülayim, холодная, soyuq. Bilirik ki, yaz havası mülayim olur. Yəni teplaya. Doğru variant B.